Başla. Sağ olun Erdem Hanım, hoş gördük. Sağ olun, hoş gördük. Necəsiniz? Sağ olun, var olasınız. Erdem Hanım, bugün bura gəlməyimizin bir məqsədi var. Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmusu və son tarixi mənbələrin təbliğatına qarşı Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-2026-cı ildə belə bir layihə ilə bağlı. İstəyərdik ki, siz də bir Qərbi Azərbaycanda doğulmuş bir şəxs olaraq istəyərdik özünüz haqqında bir qısa məlumat verəsiniz, harada doğulmuşsunuz, siz Qərbi Azərbaycanın hansı regionundansınız? Lövhən. Deməli, mən doğulmuşam Qərbi Azərbaycanın Kafan bölgəsində, Gərk kəndində. İbtidai sinifi orada qurtardıqdan sonra Neçənci ildə doğulmuşsunuz? 1956-cı il 25 yanvardır. İbtidai sinif qurtarandan sonra mən Bakıya gəlmişəm. Yəni, bacım məndən qabaq böyük olduğuna görə, o instituta gəldiyinə görə mənim də atam qoşdu ki, tək qalmasın deyə. Mən də o vaxtdan həyatımı Bakı ilə bağlamışam. Orta məktəbdə Bakıda qurtarmışam. Sonra qurtarandan sonra ali məktəbdə fizika fakültəsinə, yəni Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşam. Və o vaxtdan indiyə kimi mən burada çalışıram. Həmən kafedrada daşçı vəzifəsində işləyir. Erdem Hanım, bəs sizin belə çıxır ki, atanız, zamanınız, ailəniz, kökünüz orada olub, siz sadəcə olaraq bacınızla boğulan. Ora haqqında təəssüratınız, uşaqlığınız, yadınıza nə qalıb, nə xatirələriniz qalıb? Öz xatirələrim, yəni orada yaşadım. Düzdür, yayda mən gedirdim, hər ay 1 ay, 2 ay gedirdim yay vaxtları. Amma uşaqlığım da yanımdadır ki, düz atam vəzifədə işləyirdi. Ona görə bizim ev demək olar ki, gələn gedənlərlə dolu olurdu. Həmişə atam onlarla çox böyük ünsiyyətdə olurdu. Yəni dostlar, o vaxt dostlar kimi biz bilirdik. Məsələn, onlar bizə qardaş oğlu deyirdilər. Biz də az qala dayı, əmi deyirdik. Yəni o qədər ünsiyyətlər var idi. Heç bir ağlımıza gəlməzdi ki, bunun axırı gələ belə çıxar, nəysə bir davaya çıxar, bir müharibəyə gəlib çıxar. Heç ağlımıza gələn şeylər deyildi. Həmişə atama hörmət ediblər, yəni düz demək lazımdır. Amma elə şeylər var idi ki, məsələn, atam danışırdı ki, vaxtilə babamın, yəni atamın atasının, anasının, qohum əqrabasını qırıblar. Məsələn, mənim babamın 2 qardaşını öldürdülər. Neçənci ildə? Hardaysa 1905-ci, 1918-ci illər arası. O vaxt ermənilər ki, köçkün salmışdılar Azərbaycanlılar. O daşmaq ermənilər ki, hücum eləmişdilər orada. O vaxt mənim nənəmin 2 qardaşın, babamın da 2, yəni bizim ailəmizi deyirəm. 2 qardaşın öldürmüşdülər yolda. Sonra mənim o biri nənəmin yenə də 2 qardaşın yolda öldürmüşdülər. Bizim kənddən köçəndə, ermənilər köçüləndə, atam hamısının kitablarında yazır. Həm özü danışır, həm də kitabların bir yıldadır, onun düşənəsi evdədir. Orada bütün tarixi yazır atam olar. Yəni, bizim kəndin demək olar ki, 4də 1-in ermənilər yolda qırmışdılar. Yolda. Köçəndə, Zəngilana köçəndə, yəni qovurdular da. Cəmaatımızın çoxu Naxçıvana bizim kənd Ordubadla sərhəddir. Ordubada aşırdılar, ermənilər yolu kəsirdilər, qırırdılar, həm də 100 dənə oyunlar açırdılar. Bax, bunlar mənim yadımdadır, babam da danışardı. Sonra atam da danışırdı, kitabları bir yerdə yazmışıq. Atam deyirdi, mənim xatirələrimdə qalıb ki, ən az 200 dəfə bizi kəndimizə qovublar. Qışı gedib keçmişik Zəngilan rayonunda, ya Ordubadda. Sonra təzədən adamlar göndəriblər ki, gedib görün, orada nə xəbər var da. Gəlib görürlər ki, məsələn, erməni zat yoxdur, çıxıb gedib, təzədən bir də köçüblər. Sonra ermənilər xəbər tutdular ki, bunlar təzədən qayıdıblar. Gəlib təzədən bir də qovublar bunları, qırıblar, qovublar. Bax, belə hadisələr mən hamısını eşitmişəm böyüklərimdən. Demək, bu hadisələri özünüzün bir vasitə rastlaşdığınız məmurlar tərəfindən, sizin kəndinizdə, əhalинizdə... Mən başa düşdüm, mənim uşaqlığım orada olub. Amma böyüyəndə də, yəni ali məktəbdə oxuyanda, ya orta məktəbdə oxuyanda yayda gedirdim ora. Valla bizim ətrafımızda hamısı dostlar idi. Siz ermənilərlə qonşuydunuz? Yox, bizim kənddə erməni yox idi. Bizim ümumiyyətlə Giro dərəsi deyildilər, orada erməni olmayıb. Ora hamı Azərbaycanlılar idi. Yəni qonşuluq münasibətiniz olmayıb? Yox. Bizim kənd tamamilə, həm də bizim kənd yox, bizim Giro dərəsi deyildilər.
Bəli. Onlar tamamilə bütün Azərbaycanlılardan ibarət idi. Orada erməni yaşamıydı. Yəni məsafə uzaq idi də. Yox, məsafə uzaq deyəndə bizim kənddən ora hardaysa 30 kilometrə qədər yol idi, amma rayon mərkəzi idi. Hamı gedirdi, gəlirdi hər gün. Bəs rayona gedəndə hansı hadisələrlə rastlaşırdınız? Münasibətən siz baxmayaraq burada oxumusunuz, amma hüquqi sənədlərinizi almaq üçün Elə şeylər var ki, o sənədləri zaten almaqda heç bir problem olmuyor. Yəni eşitməmişəm, yalan deyərəm də. Amma başqa incitmək, cəmaat oradan köçürmək üçün bəhanələr salmaq, işə götürməmək, bu faktdır, bu həmişə də olub. Azərbaycanlılar kafanda özlərini iş tapa bilmirdilər. Savadlısı da, savadsızı da, ən uzağı fərqlə götürərdilər, o da əgər erməni olmasaydı. Erməni olmasaydı yerinə Azərbaycan. Orada kombinat var idi, mis molibden kombinatı. Mis molibden kombinatı zəhərli bir yerdir. Orada demək olar ki, ermənilər işləmirdilər. Hamısını Azərbaycanlılar götürüb basmışdılar ora. Elə oldu ki, zəlzələ oldu. 2 dəfə orada böyük zəlzələ oldu. Orada bəhanə tapdılar. Məsələn, axırıncı zəlzələ, mən 15-dən çıxmışdım, axırıncı zəlzələdə. 1968-ci ildə. Bizim evlər zaten dağıldı. Elə oldu ki, ermənilər bəhanə salıb, zəlzələni bəhanə salıb, evi cəmaatı köçürdülər bizim kənddən. Gəldilər bir 7-8 kilometr aşağıda, orada bir dənə pasyolka tikdilər. Onu da ermənilərə teymişdilər, Qazadan ermənilər. Biz kombinat olan. Oradakı ermənilər köçmək istədilər ora, heç bizim hamımızı olmaq istədilər, hamısı çıxıb geçsinlər Azərbaycana. Amma gördülər ki, ermənilər gəlmir, oraya gəlmədilər, ermənilər hamısı çıxıb getdilər. Qorxdular, həm zəlzələ oldu, həm də kombinatın zərərli şeylər var idi, ona görə hamısı çıxıb getdilər. Ora axır məcbur olub Azərbaycanlıları qorxdular orada. Düz 88-ci ilə kimi Azərbaycanlıların bir hissəsi orada qaldı. Bir hissəsi Bakının bütün rayonlarına gəldilər, bir hissəsi Ordubada köçdülər, belə dağma elədilər. Hər bir kəsdən. Bir də onun bu hadisələrdə Komünist Partiyasının rolu nə dərəcədə idi? Komünist Partiyası da onların əlində idi, hər şey də onların əlində idi. Məsələn, atam orada həm ağsaqqal idi, Elvan ağsaqqal idi, həm ən böyük vəzifədə elə bir orada atam idi. Atam da bir 12 kəndin savxoz direktoru idi. Ən böyük vəzifə Azərbaycan üçün o idi. Ondan böyük vəzifə vermədilər. Yəni versiylər atam orada katib ola bilər. O idi, onların hamısının böyük ağsaqqalı idi. Ondan böyük vəzifə verə bilməzlər. Vəzifə verənlər kimdir? Vəzifə verən kimidir? Vəzifə verənlər Və işə götürənlər. onlar idi, ermənilər idi. Adlarını çəkə bilərsinizmi? Təxminən. Yadınızdadırsa. Məsələn, katib mənim yadımdadır. O vaxt katib deyirlər, birinci katib. Əvvəl Minasyan idi. Adı? Minasyan. Adı nə bilim, adı nə? O bütün Qafanlı rayonunun katibi idi. Qafanın katibi, birinci katibi. Sonra Sərdəryan var idi, Spalkonun sədri idi. Sərdəryan? Sərdəryan. Bəli. O birbaşa daşmaq idi. Yəni Azərbaycanlıları birbaşa köçürlərin başında o dayanmışdı. Amma Minasyan Azərbaycanlıları sevirdi. Məsələn, atamla çox böyük dostluq edirdi. Oradan da sevirdi. Yəni o heç vaxt Azərbaycanlara ziyan eləməyib. Amma Sərdəryan, o bizim kəndimizdə o köçürdü. Bəhanə saldı, köçürdü kəndimizi. Bizim kəndin çayın çəkdirdi Qafana. Yəni kəndi bağladı aşağıdan, yolunu bağladı, şlaqbağını qoydular ki, ona getmək olmaz. Neçənci ildə? Hardaysa 71-ci ildə. Yəni Qarbaşovdan əvvəl, çox qabaq. 70-ci ildə? 71-72-ci illərdə. Hadisələrdən qabaq, yəni o vaxt bir kəndimizi təmiz çıxartdılar. Qocalar qalmışdı, qocaları da çıxartdılar. Elcan müəllim, demək sizin kəndiniz 71-ci ildə köçürülür. Demək olar ki, axırına onda çıxdılar. 71-ci bəs ondan sonra o əhali geri qayıtmadı. Ara qayıdırlar ki, artıq çayı da götürdülər. Bizim kəndin içindən şəffaf olan çaylar aldılar. O çayı da turbalara doldurub gəldilər Qafana. Zəlzələ sakitləşdi, hər şey tutardı. Cəmaat köçə bilərdi də evlərinə. Amma neynədilər? Traktoru verdilər, bütün kəndi darmadağın elədilər. Cəmaatın gözünü qalardı.
Bir dənə orada ev yoxdur. Bax, bu saatda internetə baxır, bir dənə salamat ev yoxdur. Elə birinci bizim 2 mərtəbəli evimiz oturdular. 75 70 72-ci ildə, 71-72-ci ildə. Ondan sonra əhali Cəmaatın evini çoxundan harda yaşadı? Gəldilər o Zeyvədə, o imkansız var, gəldilər Zeyvə pasolkaları ilə də kəndi. O bayaq dedim, orada domiklərdə yerləşdilər, taxta evlərdə, finisk evlərdə yerləşdilər. Sonra da oradan da köçən köçdü, imkan olanlar hamısı köçdü Azərbaycan. Demək ki, bizdə deportasiya 71-ci ildən Bəli, ondan da qabaq. 1905-ci ildə, 1918-ci ildə, 1931-ci ildə, 1948-ci ildə, axırıncı da atam kitablarının hamısında yazır. Axırıncı da 88-ci ildə. Məsələn, atamı zalog saxlamışdılar. Baxmayaraq ki, atam orada hamısı dostları idi. Atamı təhvil verilməsi üçün savxozu. Atam orada zalog saxlamışdılar. Atam ən axırıncı gəldi. Ən axırıncı avqustda gəldi. Dəqiq valla. Mən də ata zalog saxlayardım da. Bir o yox. Yok, bağlama olmaz. Dedim o da der. Söndür de sen işare elədin. Oranı poz. Söz dinle aklınıza dinle istəyir bu arada. İşsiz deyə bilərsiniz kameraya. Ha? Kameraya deyə bilərsiniz, problem yox. Yox. O zarafat edelim. Mən axı dedim bir dəqiqə dayan. Bu dayana bildik. Bir problem yoxdur, onu da yaza bilərik. Evet. Eləmə. Poz. Okey, yaş. O lazımdır. Demək, Erdem müəllim, demək belə çıxır ki, sizin orada adlı təsdiqatlarınız var. Demək sizin... Mənim çox azı, azdan da detənlər nə deyirlər ona. Hər gecə yuxumuza girir, mən uşaqlarım orada keçirim, böyümüşəm. İstəyirsiniz ora qayıtmaq? Sonra bu saat icma düzəltmişik də, Qərbazoruzun icması. Mən öz kəndimizə icma səhviyəm. Nə güzel. Yəni, cəmaatı yürümüşəm bir yerə, Ne kadar sakininiz var hal-hazırda? Yəni, icmada 1000-dən çoxdur. 1000-dən çoxdur. Bir nəfər 1000-dən çoxdur. Xırda, böyük, yığılıb gedib, hadisa. Bəlkə də 2000-ə yaxın uşaqlı, böyük. O kəndin cəmaatı yığıldı, gəldi, dağıldı. Hərəsi bir rayondadır, hərəsi bir kənddədir. Bakı əsasən Bakının kəndlərini yığıldı. Demək, belə bir şey olsa inşallah, qayıtmaq olsa inşallah, bir el odu olaraq düşüncənizdə, xəyalınızda o 71-ci ildə deportasiya olunan kənddə yurt yuva salmaqdır, yoxsa başqa yerdə? Valla bunu indi hamı boğazdan yuxarı hamı bunu deyir. Deyir, gedərik, ona görə də yığılıqda bunlar hamısı. Hər gün qrup düzəlmişik, hər gün qrupda hamı kəndimizdən danışır, evimizdən, babamızdan danışır. Hamısı az qalırlar ki, nəysə açıq desinlər ki, orada biz belə elədik. Mən bir neçə sualım var, o 72-ci illəri barədə. Siz daha çox məlumat verə bilərsinizmi? Sizin danışanınızdan kimsə öldürülübmü o hadisələr zamanı? 1971-ci, 72-ci. 72-ci illərdə. Bəli. 71-72-ci illərdə yox. Mən onları deyə bilməm. Ev partlayışı olubmu? Yox, bizdə olmuyor. Yandırılma. Çünki mənim atam orada hörmət sahibi idi deyə, atama görə heç kimə yardım olmadılar orada. Heç kimə toxunmadılar. Atanızın adı isə Səməd Qarayev. Çünki orada atama böyük bir hörmət var idi. Atamı ermənilər özləri qoruyurdular. Baxma ki, dövlət deyildi ki, sən savxozu təhvil verərək getməlisən, amma atamı ermənilər özləri qoruyurdular. Öz evlərində saxlayırdılar. Bax, o cür qoruyurdular kişini. Onu saxlayanların, xilas edənlərini adları çəkə bilərsinizmi? O ermənilər, qoruyan ermənilər. Bəli. Məsələn, Qarnik var idi, Avanesyan. Qarnik, Avanesyan. Hansı kənddən idi? O Kafanın özündən idi. Kavar şəhərindən, rayon mərkəzindən. Həm də vəzifə daşıyırdı. Çox hörmətli adam idi. Atamın çox yaxın dostuydu. Sonra bizim qonşu var idi, Qafanda, qapı bir qonşu. Bizim Qafanda da evimiz var idi. Qafanda qapı bir qonşumuz var idi.
neydi adam? O da bizim ailənin demək ki, adamı idi. Təmiz bizim ailənin yüzü elə bilir ki. Çox yaxın atamın dostları var idi ermənilərdən. Mesela mən Yerevanda qulluq eləməyə getdim, mən 2 illik hapsə üçün getdim. Atamın dostları kafandan vurub gəldilər mənim yanıma. Gəlib məni tapşırdılar ermənilərə ki, bizim qardaş oğludur. Bu cür vəziyyətlər var idi. Yəni münasibətlər demək lazımdır. Eldan müəllim, demək belə çıxır ki, yaxşı münasibətlər o vaxta qədər var idi ki, Bəli. demək, sizcə bu hadisələrin bu vəziyyətə gəlməsində hansısa bir ermənilərin qurumları, hansısa bir şeyləri, daşnaq üstünü deyək, hansısa bir qurumları... Rəsmi olaraq mən qeyd etmək istədim ki, bildiyim qədər rəsmi olaraq Daşnaq Sütun Partiyası Sovet İttifaqında qadağan edilmişdi 1920-ci illərində. Amma onlar fəaliyyət... Gizli fəaliyyət göstərirdilər. Gizli fəaliyyətlər... Siz əminsiniz o... Gorus rayonunda, bir də Lennakan deyildilər o vaxt. Gorus rayonunda daşnaqlar yığınağı olduydu. Bizim kafanı, o hadisələr düşürənliyə, onlar kafanı onlar idarə edirdilər. Hamısı saqqallı daşnaqlar, kurum, bu Qarabağdan o kurum deyildilər, dərnəyin üzvləri və deməli, onlar hamısı seçilirdilər. Əllərində silah, saqqallı, kafanlılar onlara bata bilmirdilər. Özdə kafanlılar onlara nifrət edirdilər, kafan erməniləri. Görmək istəmirdilər. Dedilər, bunlar gəlib aləmi qarışdılar, bizim dostluğumuzu məhv elədilər, yəni doğrudan da eləyir. Amma kim nə deyirsin, hələ bir gördüyünü çağırır da, mən də gördüyümü, eşdiyimi deyirəm. Amma ümumi atmosfer, gizli olaraq həmişə Azərbaycanlılar oradan çıxartmaq olur. Müxtəlif üsullarla, müxtəlif. Məsələn, bunun biri nədir? Ali təhsil tutarıb, gedib orada müəllim işləməyə, ya bir injinier, mühəndis. İnjinier, mühəndisə ümumiyyətlə yeri yox idi, götürmürdülər. Amma müəllimlər də, kənd müəllimləridir, Azərbaycanlı kəndləridir. Ora məcbur olub götürürdülər. Məcbur. Başqa yolu yox idi. Ona görə də bezirdilər, cəmaatımız da bezə-bezə. Çoxu 70-ci ildən cəmaatımızın çoxu köçüb gəldilər. Çoxu. Ancaq bezdiklərinə görə, iş olmadığına görə. Demək, Eldan müəllimə əlavə bir sual, çünki Eldan müəllim o qədər ətraflı məlumat verdiniz ki, o qədər gözəl təsviratlarla, yəni oradakı mənfi və müsbət təsviratları o qədər geniş izah elədiniz ki, əlavə suala belə ihtiyac qalmadı. Çünki ermənilərin həm oradakı müsbət və mənfi və sizlərə göstərdiyi davranışı çox gözəl izah elədiniz, yaşadıqlarınızı, gördüyünüzü. Əlavə nə Məsələn, bir dənə bir şey deyim, maraqlı çox deyil, belə şeylər, vaxt yoxdur. Bir dənə bir hadisəni deyim, atam danışır ki, kitabda da yazır. Deyir ki, mən bir dəfə kafana getdim, yolumuz uzaq idi, qaldım piyada, gördüm qaranlıqda, atam da iş adamıdır da, iclas olur, bir onun üzvü olur. Atam bütün işlədiyi dövrdə həmişə bir onun üzvü olur. Bir yeganə Azərbaycanlı olur ki, bir onun üzvü olur. Həmişə onu saxlayırlar, qabaqçıl bayraq həmişə atamın safozunda olurdu. Həmişə, udurdu həmişə. Deməli, belə olub ki, deyir, mən gezi idi, qaranlıq idi. Bir də gördüm ki, vaxt keçib, idarədən çıxdım. Gördüm qaranlıqda, heç maşın yox, heç kim yox. Deyir, birdən bir tanış erməni dostum qabağıma çıxdı. Ondan deyir, az görüşürdük. Vəzifədə olan adam deyil. Elə belə tanışlığımız var idi. Bana dedi, Səmədcan, sən hara gedirsən bu vaxt, nə edirsən? Dedi, bəs mən qalmışam. Gedir, bilmirəm, maşınlar da çıxıb gedir, avtobusda gedir. Dedi ki, gəl gedək bizə. Dedim, ki, yox, nə danışsan? Dedi, yox, bıraxmaram səni. Deyir, getdik evlərinə. Mən də birinci dəfə bunların evinə gedirəm. Deyir, içəri girəndə mən Azərbaycanca salam verir. Ermənici təmiz bilir atam. Azərbaycanca salam verdim. Birdən orada bir dənə balaca oğlu var idi. Görən deyir ki, kişiyə deyir ki, mən də deyir, bu kişi ilə həmişə Azərbaycan dilində danışıram. Orada hamı Azərbaycan dilində bilirdi, hamısı. Çünki Azərbaycanın çox idi. Ermənici danışmırdılar bizimlə, həmişə Azərbaycan dilində. Deyir, birdən o uşaq deyər ki, Azərbaycanla salam verdiyimə görə, sən atasına deyər ki, ata, sən bu türkü, türk sözü işlədirdilər onlar. Bu türkü haradan tap gətirmişsən bura? Sən bunu nəyə gətirmişsən bizə? Deyir, o da kişilə dedi ki, ermənicə dedi, mən də başa düşürəm axı. Dedi, ay valla, sən çaşma, bu mənim dostumdur, Səməd əmidir, yad Samet. Belə deyib, dedi, onlar da rus dilində bilirlər, Azərbaycan dilində bilirlər, erməni dilində bilirlər.
Deyir, birdən bu keçdi getdi o yana, görəm ki, oradan səs gəlir, anasına deyir ki, bunu yəqin ki, bu Torkun bu gecə işini bitirəcəyik. Torkun işini bitirəcəyik. Bunu deyən kim idi? Adını çəkə bilərsiniz? Balaca uşaq. Balaca uşağı. Adını deyə bilərsinizmi? Aynen. Nə bilirəm mən. Şeydə o. Atam danışır bunu mənə. Heç atam bilmir onun adı. Uşaqdır, deyir, məni qonaq aparır ki, gecə qalım, səhər tezdən durum gedim. Mən dedim, dəhşətə gəldim. Deyib, durdum. Dedim ki, bəs telefon da yox, bir şey də yox. Dedim ki, yox, mən uşağın da xoşu gəlmir. Gördüm də, yaxşı qəbul eləmədi, mən gedəcəm. Andaman elədi ki, deyib, qorxudan səhərə kimi yatmamışım, deyir. Ki, gəlib gecə, nə bilirəm, bu da erməni, çöldə dostum məndən, içərdə mən nə bilirəm. Bunlar deməli, evdə bütün gün erməninin, türklərdən danışırlar da, bu ermənilər. Buna görə də uşaq da götürüb də bunu. Deyir, səhərə kimi oturdum, bir yatmadım. Tezdən durdum, da gördüm, zat məqsədi düzəldiblər, eləyirlər. Durdum, deyir, onda mən ermənilərin o məkirli fikirləri, uşaqlarını necə öyrədirlər, deyir, onda mən başa düşdüm. Ona kimi desələr də inanmırdım. Yıldırım müəllim, siz düşünürsünüz ki, biz ora qayıdacağıq inşallah. Orada bizim Mən münasibətlərimiz o qədər düşünürəm o barədə və inandırıram, icma üzvlərimizə inandırıram ki, vallah ora qayıdacağıq. Bizim gücümüz çatmasa da Allah Taala onu eləyəcək. İnşallah. Allah Taala onların başına elə oynasacaq ki, onlar kafanı qoyub gedəcəklər. İndi nə görürsünüz deyir, görərsiniz. Eldar müəllim, o soruşmaq istəyirəm, o hadisələrdən sonra, 70-ci illərin hadisələrindən sonra sizin cəmaatınızdan kimsə hökumət aparatından, mən bilmirəm, şikayət edibmi? Deməli o barə, o 72-ci illər Sovet dövrü idi. O vaxt elə şeylərə fikirləri yox idi. Hamı bir yaşayırdı, birlik idi. Hamının adını qoymuşlar ki, öz kefi ilə çıxdı gəldi. Yəni doğrudan da, məsələn, mən atama yayda gedirdim, mən atama dedim, ay atadır, çıxaq gedək də, adası, küsün gəlin də Bakıya. O uşaq hamısı Bakıdadır. Nə qalmışsınız burada? Deyir, məni buraxmırlar da. Partiya məni buraxmır. Deyirlər, sənin kimi işçiniz hara buraxırıq? Buraxmırlar. Deyirəm, atam bəxti kəsdi ki, bu hadisələr törəndi, atamı da sağ-salamat buraxdırır, özləri gətirib yolda, sərhəddə yola saldılar atamı, özləri. Yalnız sizin kəndiniz viran edilib, yoxsa? Yox, bizim kəndimizi viran ona görə elədilər ki, həm suyumuza apardılar, həm də zəlzələ oldu. Zəlzələnin çentri bizim kəndi idi. Ona görə səbəb tapdılar da bizim kəndi köçməyə. Amma o bir kəndlər isə cəmaat da bezib köçüb gəlirdilər özləri. Amma onlar o bir kəndləri köçürməmişdilər, amma özləri gəlirdilər. Çıxıb köçürdülər. Görürdülər də, üz-üzdə demirdilər, amma əl altdan iş görürdülər. Çox təşəkkür edirik Yıldırım müəllim. Zamanınızı, vaxtınızı ayırdığınıza görə. Allah sizi var eləsin. Sağ olun, siz sağ olun. Biz qayıdacağıq. İnşallah, inanımız böyükdür. İnşallah. Qayıtmalıyıq ora. Mən ömrümün axırına kimi də. Məsələn, mənim atam deməli 4 il bundan qabaq rəhmətə getdi. 94 yaşında ölən Ərzə rəhmət. Atam deyirdi ki, nə yaxşı Qarabağın alınmağını mən eşitdim. Gördüm gözlərimlə. Dedi, rahat gedirəm. Siz də kafanın alınmasını görün. Gəlin ora, mənim yanıma. Onu deyib, görməmiş, mənim yanıma gəlməyin. Allah rəhmət eləsin. Bütün ölənlərə Allah rəhmət eləsin. Siz də dərin təşəkkürünüzü bildiririk. Sağ olun, siz də var olun ki, siz də bu layihəni davam elətdirirsiniz, inkişaf elətdirirsiniz. Çox vacib bir məsələdir. Bunu yaymaq lazımdır, bunun cəmaatın səsinin, cəmaatın fikrini bilmək lazımdır. Çox önəmli bir şeydir. Təşəkkür ederim. Sağ olun, var olasınız. Çox sağ olun, sağ olun. Sağ olun, siz də sağ olun. Sağ olun.